Gelişini gör. Ora bura boylanıp özüne eziyet verme. Burada neşene kaçabilmezsen. Keşişçileri görmürse ha? Elə mən də sənin kimi güclüydüm. Sonra eğdiler, alçattılar. Mənə elə baxma. Heç kəs bu dünyada anadan satqın əcraf doğulmayıb. İnatkarlıq heç kimə xeyir vermir. Ehtiyac bana bu günə saldı. Varlığımı, mənliyimi, arzularımı itirdim. Mecbur elədilər. Ben de kaçmak istiyirdim. Tuttular. Bəs səni... Səni niyə asmadılar? Asmaq? Asmaq nədir? Mənə hələ bir mükafat da verirlər. Nə mükafat? Məni İtlər Cəmiyyəti üzvlüyünə namizəd seçdilər. Sonra dedilər ki, əgər onlara məhəbbətlə, sədaqətlə qulluq eləsəm, tezliklə məni İtlər Cəmiyyətinə üzv qabul edəcəklər. Ona görə də mən səni satmalıyam. Ay əclaf, ay satqın, əgər onlar məni assalar, bəs sən vicdan azabı çəkməyəcəksən? Sən onun fikrini çəkmə. Onlar səni asmayacaqlar ki. Onlar səni göz bebeği kimi koruyacaklar. Ha? Çünkü senin üstünde mərc gəliblər, böyük məbləğdən. Nə? Ha? Şərtləri də budur ki, səni it eləsinlər. Ona görə də sən onlara diri lazımsa, ölü yok. Başa düşdün? Gelişini gör bana, gelişini gör. Kanunu pozmak olmaz. Ama buna bakmayarak o yine kaçmana cəhd göstermişti. Özde sizin gözünüzün qabağında. Ona göre de bugün hamınız yemekten ve sudan mahrum olursunuz. Başla. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, kim bizə sədaqətlə qulluq eləsə, onu itlər cəmiyyətinə üzv qəbul edəcəyik. Cəmiyyətimizin sevildiyiniz kimi xüsusi imtiyazları var. Bu günləri biz öz cəmiyyətimizin sıralarına yeni bir üzv qəbul edirik. Onu sizə təqdim eləməyə mənə belə gəlir ki, ehtiyac yoxdur. Onu siz hamınızı yaxşı tanıyırsınız. Çünki o bizim en istedadlı, en işgüzar, en bacarıqlı işçilərimizdən biridir. İndi isə təntənəli surətdə ona cəmiyyətimizin medalını təqdim edirəm. İndi də sözü verirəm cəmiyyətimizin fəxri üzvünə. Başlayın.